Salam əziz müəllimlər, hər vaxtınız xeyir olsun. Mən Zəhra Əhmədova. Bugün sizlərə, yəni Naxçıvan Muxtar Respublikasında təşkil olunacaq ibtidai sertifikasiyada iştirak edəcək müəllimlərə Azərbaycan dilindən qəbul tipli sualın izahını təqdim edirəm. Əziz müəllimlər, bugün onlayn ödənişli qruplarımız üçün 50 suallıq qəbul tipli Azərbaycan dili sınağını qruplarımıza göndərdik. Həmin sınağın 39-cu sualını sizlərə izah edirəm. İzaha keçməmişdən əvvəl nəzərinizə çatdırım ki, əgər siz də belə möhtəşəm qəbul tipli sınaqlardan işləmək istəyirsinizsə, 050 505 1246 dərs nömrəmizə yazırsınız. Qeydiyyatdan keçirsiniz, onlayn ödənişli sınaqlarımızı əldə edirsiniz, işləyirsiniz, nəticə ilə tanış olursunuz və ən əsaslı sınağın hər birinin izahını sizlərə göndəririk. İndi isə gəlin sual izahına baxaq. Döngüyə sözünün fonetik xüsusiyyətləri ilə bağlı doğru fikri müəyyən edin. Baxın əziz müəllimlər, bizlərə imtahanda fonetik təhlil ilə bağlı sual nümunəsi təqdim olunsa, iki əsas məqama fikir verməliyik. Fonetik təhlil belədir ki, bir, yazılış üzərində aparılan məqamlar var. Bir də tələffüz üzərində aparılan məqamlar var. Əgər ahəng qanunu, heca və vurğu desə, biz nəyə baxırıq? Yazılışa baxırıq. Yəni, əgər bu sözün ahəng qanununu soruşsa, vurğusunu soruşsa, hecasını soruşsa, biz bu sözün yazılış formasına baxırıq. Yəni, döngəyə. Yox, qalan yerdə nə varsa, nəyə baxırıq? Tələffüzünə baxırıq. Baxın, bu sözün tələffüzü belə olur. Döngüyə. Tələffüz belədir. İndi baxaq. İki dodaqlanan, bir dodaqlanmayan sait işlənmişdir. Ö, ü. Baxın, bunları tələffüz edən zaman dodaqlar bir qədər irəli gəlir. Ö, ü. Deməli, nədir? Dodaqlanandır. Bəli, bu fikir doğrudur. İki dodaqlanan, bir dodaqlanmayan. Baxın, dodaqlanmır. Deməli, düzgün cavabımız A variantıdır. Qarşılığı olmayan iki samit işlənibdir, bir dənə samit işlənibdir. Qarşılığı olmayan. Yəni, iki dənə yox, bir dənə N hərfini götürəcəyik. Sonra, qapalı sait işlənməmişdir. Niyə ki? Ö ilə açıqdır, Ü qapalıdır. Deyir, işlənməyibdir, yanlışdır. Ahəng qanununa tabe deyil. Niyə ki? Ö, İncə saitlərin ahəngi gözlənilibdir. Tabedir. Yazılışı ilə deyilişi fərqlənmir. Niyə ki? Keyfiyyət fərqi var axı. Nəyə keçdi? Üyə keçdi. Döngəyə yazılır, döngüyə tələffüz olunur. Nəyə keçdi? Üyə keçdi. Fərqlənmir, yox, fərqlənir olmalıdır. Bizdən düzgünü soruşur. İki dodaqlanan, ü, bir dodaqlanmayan, dodaqlanmır. Düzgün cavabı soruşduğuna görə cavabımız olur A variantı. Əziz müəllimlər, əgər bu tip sınaq nümunələrini, ümumi sınaqları, mövzu sınaqları işləmək istəyirsinizsə, 050 505 1246 nömrəsini WhatsApp-na yazırsınız, onlayn sınaqları bizdən əldə edirsiniz. Sağ olun.